Zəlzələ qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir. Məktəblərdə zəlzələ zamanı davranış qaydalarına əməl etmək lazımdır. Zəlzələ baş verdikdə müəllim şagirdlər arasında təşvişin qarşısını almalı və sakitliyi təmin etməlidir. Zəlzələ zamanı pilləkəndəsiniz isə olduğunuz yerdə oturun və bir əlinizlə sürahidən tutun. Üzünüzü sürahidən tutduğunuz əlinizə söykəyərək sinif qapısının sıxılmaması üçün qapını biraz aralayın. Yükdaşıyan divarların yaxud beton sütunun yanında diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün. Hansı sinifin nə zaman və dəhlizin harasından istifadə etməklə hansı çıxış qapısından təxliyə ediləcəyini göstərən təxliyə planı görünən yerlərdən asılmalıdır. Müəllim təxliyə göstərişi verdikdə baş nahiyəsi davamlı olaraq əllərlə qorunmalı və hərəkət edilməlidir. Müəllim arxada olmaqla sıraya düzülün və müəllim tərəfindən müəyyən edilmiş ehtiyat çıxışdan binanı tərk edin.